Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanda tələbə və könüllülərə sığorta ödəniləcək. Könüllülərə istehsal təcrübəsindəki tələbə və ya şagirdlərə münasibətdə sığorta haqqı ödənilməsi mexanizmi olacaq. Xəbər verilir ki, bu Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan istehsalatda bədbəxt hadisələri və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda qüvvədə olan qanunda könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin də istehsalatda bədbəxt hadisələrdən icbari sığortalanması nəzərdə tutulsa da, onların münasibətdə sığorta haqqının ödənilməsi mexanizmi müəyyən edilməyib. Layihəyə əsasən, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərə münasibətdə sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi, istehsal təcrübəsi, təlimi keçən tələbə və şagirdlərə münasibətdə isə istehsal təcrübəsinin başladığı tarixdən 15 iş günü müddətində ödənilməsi təklif olunur. Qanun layihəsi səsverməyə çıxarılaraq 3-cü oxunuşda qəbul edilib.